ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyatda sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə, arada zarafat elə, kədərini mat elə, sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Sən zarafat elə. Axşamınız xeyir olsun əziz tamaşaçılar. Sən Zarafat elə verilişinin növbəti buraxılışı efirdədir. Xoş gəlmisiniz. Elə bir hamınızı ilk dəfə də görürəm. Özünüzü elə aparın ki, bir dəfə də görürsün mən. Və yaxı yox idim. Deməli əziz dostlar, bu günləri biri-birindən maraqlı, rəngarəng skeçlərimiz olacaq. Və bu skeçlər nə ilə seçiləcək, siz bunları baxanda tam dəqiq görəcəksiniz. Çünki bizim skeçlərimizdə çox qəribə nüanslar var. Bunları bilirəm ki, siz bizim tamaşaçımız və ekran qarşısında oturan tamaşaçılarımız çox dəqiqliklə bunları görəcəklər. Ona görə də alqışlarınızla növbəti skeçi elan eləmək istəyirəm. Əziz dostlar, skeçimizin mövzusu belədir ki, düşünün ki, bir dəhşətli bir xəstəlik var. Hansı ki, buna yumor prizmasından baxaq. Təbii ki, bu xəstəlik mövcud deyil. Bizim uydurduğumuz bir xəstəlikdir və xəstəxanada bu xəstəliklə mübarizə aparırlar. Sizə də maraqlıdır ki, görəsən bu xəstəlik nədir? Ona görə də alqışlarınızla skeçimizə başlayırıq. Sən zarafat elə. Salam aleyküm həkim. Get bu dərmanları al tez gəl. Öyle dərdimi deməmişəm mən. Onsuz da bunu sən aldıracam. Mən dərman firmaları ilə faizə işləyirəm. Get al bunu tez. Həkim, bir dənə onu saxla, bir dənə söz deyəcəm sənə. Bir dənə onları qapını bağlayım. Bağlıdır da. Bağlıdır. Səsimizi eşidən yoxdur ki. Yox. Heç kim eşitmir bizi. Yox. Dəqiq. Dəqiq. Həkim, bu kameralar çəkmir bizi. Sən bu otaqda neynəmək istəyirsən ki? Həkim, biraz xahiş edirəm danışığımıza fikir verək. Başqa fikrim yoxdur mənim. Dərdim böyükdür həkim, istəyirəm dərdimi sənə deyim. Yaxın necə ölmə? Nə dərdi? Həkim, mən bir dənə xəstəliyə tutulmuşam. Utanam sənə deməyə, bilmirəm necə deyim. Həkimdən nə utanırsan? Utanırsan nəyə gəlmirsən? Gəl xəstəliyidir. Həkim, utanam da həkim deyim sənə. Birdən istəksiz zad olarsan, ha? Aha, sağ ol həkim, istəksiz xəstəliyinə tutulmuşam mən. Evlisən? Əlbəttə ki, evliyəm. Uşaq var? Sözün düzü, 4 oğlan, 4 qız. Ta nə istəyirsən sən? Ay həkim, başqa yerə getdin sən, mənim xəstəliyim tam başqadır. De bilək də, xəstəlik tapdın bir burada. Həkim, bilsən nədir mən xəstəliyim? Nədir? Həkim, mən babat yerdə işləyirəm. Sağ gələn macəsi. Ay həkim, mənim də xəstəliyim odur ki, rüşvət ala bilmirəm. Nə? Rüşvət ala bilmirsən? Yox. Yolxuz ola bilər bu. Ara məsafəsi. Ara məsafəsi. Bu nə danışır, hə? Rüşvət ala bilməm nə də? Ay Allah uzaq elə, Allah uzaq elə. Əlamətləri nədir, de görün. Əlamətləri həkim, elə ki, kim mənə belə paket verir, pul. Ay həkim, o dəqiqə ürəyim bulanır. Ürəyim bulanır, paketdə götürmə də, belə açıq əllə götürmə. Ay həkim, açıqda götürəndə, cibimə də gəlib basanda, həkim ürəyim sızınlayır da, bədbəxt adamam. Ay, bu nə xəstəlik də, bula. Ay, sən ölümcül xəstəlik tutmuşsan, xəbərin var.
Yaxın gəlmə, yaxın gəlmə. Həkim, mən yaşayacağım həkim. Əb yaşamaqdır, buna yaşamaq demək olarsa, sən sürünəksən. Yaxşı yerdə işləyirsən, amma rüşvət alanmırsan, ha? Hala bax, yaşadın. Həkim, heç olmasa denə də ömrümə nə qədər qalıb? Yaxın gəlmə deyim. Bax, belə 6 ay. Amma 2 də bundan versən, onu bir 6 ayda uzatmaq olar. Bu nədir ki? Sən bilmirsən bu nədir? Yox, mən bilmirəm, sən bilirsən o nədir? Niyə bilmirəm ki? Nədir? Nədir ki bu? Neydi ha bu? Ay, məni yoluxdurdun sən. Ay, mən xəstələndirdim. Ay, mən balalarım qaldı aç. Mən balalarıma nətər halal lokma yedizdirəcəm. Ay, məni darmadan nətər deyim, ha? Allah'tan yığ, maaşla dolanacaq. Ay, mən nətəri vicdanlı olacam. Ay həkim, mən bağışda istəməzdim sən vicdanlı olasan. Ağzıma girmədə. Mən bundan tək bacaramayacam. Baş həkimə xəbər eləməliyəm. Yığ gəlsinlər. Ay, bədbəxt adamı qə. Doktor, zibilə düşmüşük doktor. Doktor, çox təhlükəli bir virusla qarşı-qarşıyayıq. Bir xəstə gəlib yaxşı yerdə işləyir deyə rüşvət götürəmirəm. Yo doktor, əli, ayağı, burnu, gözü, zibi, hər şey var. Prosta bədbaxtdır, çörəyin içində yiyənmir. Doktor, qorxuram doktor, deyəsən məndən yoluxmuşam. Ne olar bizim otağı karantina götürün. Doktor. Doktor. Nədir? Ay, hiç telefonda atma elədi, yaxına koyma. Ha! Ay! Doktor. Ha ne bizim çöreğimize bahis olan? Doktor, kurban olun buna yakın gelme, rədd olmayla. Budur. Hem yolukta xəstəxanamız batacaq. Hadi yanına 50 qəpillik moykada elə bil maşın yiyor. Öyle ki. Bəli, Abır. bəli, Heyalı. bəli. Ay vicdanlı. Sen ağırlı çıkmışsan ha? He? Sen utanmırsan? Bu sözler size təsir elədi. Qətiyyən daha xoşum. Ama ben yoluxum. Kulaq as. Hə. Çox vacib bir şey deməliyəm. Sən istəmirsən ki, Bəli, buyur. kimsə öz balasının xırtdəyindən kəssin. Bəli. Kəssin versin sənə. Sən də o pulu ailəvi restoranda saxladığına xərcləyəsən. Yox. Bunun nəfsinin 79%-i kristallaşıb. Ay, mən neyiniyim, bədbəxt adamam da. Yaxşı. Bəs sən istəmirsən ki, sən gedəndə sən arxanca desinlər ki, bu köpək oğluna salam verməkdə pullandı. Yox, istəmirəm onu da desin. Bu saturasiyasına düşmə. Bu xəstəlik çox irəliləyib, dəhşət. Doktor, bunda bir dənə köpək ağlılıq qalıb. Heç nə qalmıyor. Yox, bu xəstəlik səndə bilsən hansı, nə qədər irəliləyib, çox irəliləyib, çox. Nə qədər, bax, məsəl üçün nə qədər irəliyib, onu deyim bilimdə, xahiş edirəm. Bu qədər, Nə qədər? bu qədər. Bu nədir ki? Bu bilmirsiniz, nədir? 5 dənə də bu, bilmirsiniz? Mən çox üzr istəyirəm, bu. mən bilmirəm nədir, nə qədərdir, o nədir? Bu bilmirsiniz? Yox. Bu. Mən ne bilmirəm, bu nədir? Mən də yoluxdurdun sən. Bir dəqiqə sakit. Bir dəqiqə sakit. Neyinirsiniz doktor? Ala bunu götür. Yox, qalsın. Götür deyirəm. Yox, üzvə baxmaram. Götür deyirəm. Ay qardaş, ay. Ala kamera çəkin, gözəl. Nə oldu doktor? 5 dənə, bu 5 dənə deməkdir. Çox. Doktor, siz neynədir? Özümə rüşvət verdim ki, düzəlim. Doktor, bəlkə mən deyiləm, sağaldım bəlkə. Davay elə. Hocam. Ay, mən qaldım, bunlar ne? Ala bunu koy. Yok lazım değil sana. Ala bunu. Ama ver götür. Yok sana Allah lazım değil. Doktor götürəm ben. Doktor vurdu doktor. Can bunu kesey doktor. Bu bana lazım değil. Keç ora sən də alınmadı, keç ora. Mən bir-iki test eləməliyəm ki, baxım görüm ki, bu xəstəliklə necə mübarizə apara bilərik. Buyur. Bura gəl. Niye? Demirəm, bura gəl. Dünən də eşidirəm. Hambalım var. Bura gəl, bunu verəcəm sənə, gəl bura. Müəllim. Yaxşı, yaladın da bəsdir. Qadan alaram, sən kimilər
Nə yaxşı ki var. Ala bunu get ona ver, denən ki, oradan göndərirlər. Salam aleyküm. Aleykümselam. Ruslan müəllim deyir ki, işimi düz qoş eləyin, xəcalətinizdən çıxacağam. Xəcalətimiz nə deməkdir ki? Xəcaləti başa düşmədi. Xəcaləti bilmir. Bilmir. Başqa şeydir, başqa şeydir. Hörmətinizə eləyəcəm. Başa düşmə, burada mən hörmət edən yoxdur ki. Yox. O mənada demirəm, yəni götürün də bunu. Ha, yox, götürməni, mən rəddin oya nə onu? Qulansın. Bir dəqiqə. Vay dədəm, vay. Çox vacib bir məsələdir. Düşsən aşağı. Aşağı. İndi sənə dediyim dərmanları alırsan, yaxşı? Deməli, yadda saxla, bax. Rüşvət al qol, Rüşvət alqol. hörmət etsin, Hörmət etsin. gücün nəyə çatır al giyin, Algin. konvertə qoy açıqlayın. Bax bunları al, gəl. Tamam. Doktor, mən onları xəstəyə yazmışdım. Almadı. Almadı. Düşdük uşaqlar. hamımız xəstəliyə. Bu xəstəlik çox pis irəliyib, çox dəhşət. Ayçim nə edirsən, deyir, mən sağaldın da. Səni sağaltmaq nədir ya? Biz batdıq, bu xəstəlik haqqında kimsə bilsə, bizim xəstəxanamız batacaq. Heç kim bura gəlməyəcək. Bu haqda heç kim heç nə bilməməlidir. Bilməməlidir, bilməməlidir. Canlı bağlantımız hazırdır. Hal-hazırda biz dünyanın heç bir tərəfindən tanınmayan xəstəxanadayıq. Müxbirə bağlanırıq. Bu bağlantımız alınmadı. Keçirik ikinci müxbirimizə. Natiq. Natiq, məni eşidirsən? Hələ Tom, nə qorxma. Bəli, reportajımızı davam eləyək. Biz yaxınlaşırıq dünyanın ən ciddi xəstəliyindən biri olan rüşvət almama xəstəliyinin yarandığı ilk xəstəxanaya. Görək baş həkim buna nə açıqlama verəcək. Buyurun. Salam aleyküm. Bu yalandır, belə bir şey bizim xəstəxanada zətdə yoxdur. Bu cəfəngiyatda uydurmadır. Cəfəngiyat, o nədir? Elə söz yoxdur. Nətər yoxdur, git ədəbiyyat oxuda biraz. Var dedim. Xahiş edirəm. Yalandır. Bəstirin. Bəstirin. Xahiş edirəm, cəmaata düzgün informasiya verin. 5 dənə ver deyim. Ha. Hə, bu xəstəlik əməli başlayıb. Həqiqətən bizim Nə oldu? Yaxşı ilişdin. Nə oldu ha? Bax, indi biz lazım olan hər şeyi çəkdik. Bizə nə lazım idi hazırdır. İndi sən istəmirsənsə ki, bu paylaşılsın, nə etməlisən? Nə eləməliyəm? Nə olacaqsın xəstəxanaya? Bağlayacaqlar xəstəxanamızı. Karantina alınır. Düzdür. İşinizdən çıxırsınız. Bəli. Sonra nə olur? Nə olur? Ac qalırsınız. Ha, düzdür. 5 dənə ver. Məsələni bağlayın. Bu nətər jurnalist ha? Sən dəlisən hə? Yox, 5 dənə çoxdur. Göy harda yayımlayasın ki, hə? Şıkı TV nətərdir? Doktor, ver, onlara keçmir. Doktor, Yox, ver. yox, vermirəm, mən pul zat vermirəm. Get dem sənə balsan al, hə? Buna bax, sən məndən pul ala bilərsən, hə? Danışacağam səninlə. Danışarıq. İndi isə xəstəmizə yaxınlaşırıq. Deyə bilərsinizmi, siz bu xəstəliyə harda və necə tutulmusunuz? Sözün düzü, mən bu xəstəliyə asan xidmətdə tutulmuşam. Getdim asan xidmətdə. Bir qəpik pul vermədən bütün işlərimi həll elədilər. Gözümlə gördüm bunu. Ona görə də bu bəlaya düçar olmuşam mən. Çox pis xəstəlikdir. Düz deyil, mən bunu əvvəli tanıyırdım, bu əvvəl belə deyildi. Hansı filyala getmişdin ha? Ağın qırılardı sənin. Bütün filiallarla getmişəm. Hamısında eyni şeydi. Əvvəl mən gül kimi adam idim. Gül kimi ağzımdan nur tökülürdü. Kimə yaxınlaşırdım, kim ki gəlirdi mənim yanıma ki, müəllim filan işi nətər əllə eləmək olar. Sözlərə baxın, hər şeyə də bir söz tapan adam idim. Deyirdim ki, məsəl üçün, qaqa, sənə görə mən gör kimə ağız açmışam. Ən azı 2000'dir bu söz. Görək, indi onu eləyəm biləm. Məsəl üçün, belə bir şey də var ki, tutaq ki, deyirdim ki, tələsmə bir də müəllimə deyim, həll eləyərik. 4000 manat deyib, bu söz 4000 manatdır. Tanış adam olur, ən yaxın adamdır, gəlir ona deyirsən ki, belə ən sadə, narahat olma, indi görüm neyini yiyəcəm. Bu 1000 manat idi. Bir də ən bahalısı. Qaqa, daha o məsələni yığışdırıblar. 5000. Gör nələrdən mən əl çəkmişəm. Bədbəxt adamam. Özün də yıxdın bizi də. Uşaqlar,
Əgər sən o xəstəliyə orada yoluxmusansa, bu xəstəliyi heç vaxt sağalmayacaq. Biz heç vaxt rüşvət ala bilməyəcəyik. Babalarımız az qalacaq uşaqlar. Bu ölüm deməkdir. Biz ölürük. Ona görə də xahiş edirəm vəsiyyətiniz eləyin. Birinci vəsiyyəti mən eləyəcəm. Alo, bala, mamana bacına deyilən ki, mən ölürəm. Çox pis xəstəliyə tutulmuşam. Mən öləndən sonra qəbrimin üstünə yazarsınız ki, yemədi getdi. Baxdır, mən də xəstələnmişəm. Nə bilim, Hər ehtimal mən də halallaşım. halallaş. Aytən, çox bir xəstəliyə tutuldum mən. Mən də artıq rüşvət ala bilməyəcəm. Haqqımı halal edirəmsə. Gözde ben de halallaşım. Ağız, eşitirsen beni. Daha bundan sonra ben sana bakabilmeyeceğim. Git başıma çare kıl. Vesselam. Arvadın idi. Yok sakladığımdı. Arvadım elə bilir ki, quru maaşa dolanırıq. Qoyaç olmasa ben yığım arvadı. Arvad, oğlana denen ta kudurganlığı yıksın. Kasıp görende başın üstüne sürmesin. Az neter olasam ölürüm. Az kıza denen ki, erine cemaatin içinde demesin. Sen kimiydin, papamın şotuna kişi oldu. Demesin onu. Özünde Radolf dedenin karabasına gidebilirsen. Tamamen kişi çıkmaz. Ay doktor, Buradayım ha. Ha? Ha. boşluğumu ver. Peyvəndi tapdıq. Nə? Hə, Nə danışdın? adı da Şirinlikovaqdır. Şirinlikovaq? Hə, Şirinlikovaq. Ha, biraz asan tat qoy, nəysə, hə. Amma bir də problem var. Gəlin onu test edək. Görək işə yarayacaq ya yox. Əla, əla. Deməli, nə edirik? Biz bu peyvəndləri şirinlikovaq, nə? Şirinlikovaq. Doktor, Şirinlikovaqdan- mənə çox vurun ondan. İğnəliyim belimi, kirpi eləməli doktor. Tez sağalmaq istəyirəm. Deməli, biz bundan 2 dənə doza vuracağıq hər birimizə. Bəlkə sağaldıq. Onun üçün bir-bir başlayırıq. Kimdən başlayaq, kimdən başlayaq, kimdən başlayaq. Hə, görüm. 2 doza dediniz, doktor. Bəli. Onlar birini mənə vurasız, birini pulla həll eləyək. Sən rüşvət almamaq, xəstəliyinə yoluxmamaq üçün tapdığımız peyvəndə birinci dozanı vurub, ikinci dozanı vurmamaq üçün rüşvət təklif edirsən? Ha? Oldu. Ha, bunda antitel var. Nə var? Ha, bunda antitel var. Məndə antitel var. Ay niye indi? Sonra qurtulduq. Bunun qanını alırıq, vururuq özümüzə. Ha? Bizdən daha o tərəfəs olmayacaq. Doktor, ben bunun kanın vampir kimi əməcəm doktor. Ərətdən nə buradan? Ben yarısını əməcəm doktor. Git. 5 ver sorduqlamısın. Ha, dər doktor. Bu da hər şeyə Ay razı doktor. deyil. Hə. Əgər bax, mən hamınızın yanında söz verirəm. Əgər mən sağalsam, bir də asan xidmətə getməyəcəm. Getmə. Gözlə. Gözlə bir dənə sən gəliyim. Ay qız. Ay narahatını da sağalmışam mən. Nə törsən başımı bırakım? Nədə başqasını tapmışsan? Bax, 5 ildir mən səni saxlayıram, sən özünü 3 dəqiqə saxlaya bilmədin. Bu da beni düşmür mənə. Qoy məndə. Sən gəleyim evə. Alo. Hə, anana bacına da heç nə demə. Ölmürəm. Hə. Yaxşıyam. Axşam sizə aparacam qonaqlığa. Mən belə ailə saxlayıram. Mən saxlayıram. Mesela sən də bizdən gələ bir kəlmə delə də. Ay yox, mən arvadı rədd eləmişəm, 3 dəqiqə olar təzəsini tapmışam. Elə mən şübhəli gəldim. 3 dəqiqə. Bu 3 dəqiqə deyir gedib bu kimi tapmısan ha sən? Neysən. Keçmişi maraqlı deyil, gələcəyi maraqlıdır. Mənim sizə sözüm yoxdur da. O da mən də son sözümü deyim də. Buyur. Aytən. Sən satıram. Aytən. Məndə antitel tapılıb. Mən rüşvət almama xəstəliyinə heç vaxt yoluxmayacağam. Hə? Nə? Mən evlənmə təklif edirsən? Barışdılar ha. 5 ver hə deyim. 5 ver hə deyim. Ay, 5 ver hə deyim nə də. Qıza elə söz deyərlər, 5 ver hə deyim nə də. Sen zarafat elə. Diller ötsə də yaşlansan da
Əziz dostlar, keçirik növbəti skeçimizə. İlk öncə soruşmaq istəyirəm ki, bayaqki skeci bəyəndinizmi? Əziz dostlar, bu skeçimizdə mövzu biraz belə deyək ki, çox belə qəribə bir mövzudur, amma həm də tanış bir mövzudur. Hamının evində bir adam var ki, onunla hədə-qorxu gəlirlər, siz daha yaxşı bilərsiniz. İndi gəlin baxaq görək, bu skeçdə xanım öz yoldaşını nə ilə hədəliyir. Gəlin baxaq. Sən zarafat elə. Ona bax, yenə ayağını üstünə qoyub televizora baxır. Hə, indi də bardaş qurub ki, televizora baxırsan. Ha. Burada bir şeydir ha. İndi də flamingo kimi Əndrabaydı sulda durub baxırsan televizora. Necə baxım mən bu zəhrimar televizora bəs? Nətər baxın? Mənlə bir yerdə bax da. Sənlə bir yerdə mən nəyə baxım? Kamil, 15 ildir evliyik. 15 ildə sən bilmirsən arvadına nəyə baxmaq lazımdır. Sən seriala baxırsan, mən futbola baxıram. Nətər? Mənə dəxli yoxdur. Xalqın əri nətər arvadla ortaq bir şeylər tapıb baxırlarsa, sən də bir şeylər tap baxaq. Mən səninlə ortaq bir şeyə baxmaq üçün gərək UEFA ilə ay yapım birləşsin. Təsəvvür edirsən, Çempionlar Liqasının finalında Burak Özsevitlə Kıvanç Tatlıtuğ penallaşır. Udan Serenay Sarıkaya ilə evlənəcək. Bu yanda Shakira Kavi'nin maması ilə Pike'ni tutur, çıxırlar sezon finalına. Orada Casillas Jennifer Lopez'e var atar durur. Təsəvvür edirsən sən bunlar. Çox qəşəng olardı ya amma. Bir dəqiqə. Belə çıxır ki, sən mənlə vaxt keçirmək istəmirsən, hə Kamil? Aha, xodlandı. Nə olar ki? Amma xalqın əri arvadla vaxt keçirməkdən ötürü arvadını aparır Qubaya, Qusara, Şahdağa, Tufan dağa. Oradan keçir Masallıdakı isti suya, oradan keçir Kəlbəcərdəki isti suya, oradan da keçir, hara keçir? Heç hara, özünü yaxşı aparır. Sonra daxili tur qutarır, xarici aparır. Hoşuma apardın sən mən. Səni mən xaricə aparmamışdım İrana. İran xaric deyil. Nəyəxçə, təşəkkür eləyirəm, əziz həyat yoldaşım. O boyda İrana mənə apardığı üçün təşəkkür eləyirəm. Görün mən nə yaparım bu İrana. Böyrəndən əməliyyat olurdun da apardın ki, məni kateter tutun. Sən xəbərin var, məhlədə məni kateter Samira kimi tanıyırlar. Kateter Samira nədir? Hə, üzün ağ olsun. Belə də ki, xalqın əri arvadını yağ üstündə saxlayır, əl üstündə saxlayır, qaş üstündə saxlayır, göz üstündə saxlayır. Mən deyəndə bir dənə deyərsən. Xalqın əri nə edir? Sən doğu məni, ver yola məni, sağa sola aparma məni. Xalqın əri arvadını baş üstə tutur, baş üstə tutur, əl üstə tutur, baş üstə tutur. Xalqın arvadına dəyər verir, canını da verir, malını da verir, pulunu da verir. Arada bir də hələ maçı da verir. Round! Round! Sən bu istedadla Azrepin içindən keçərsən. Sən bətla çıxsan, pasteri o kaberiz adı sürüyərsən. Bu nə istedaddır? Hə, nə olar ki? Mən səndən burada ciddi söz danışırım, sən məni lağa qoy, hə Kamil? Nə olar ki? Amma xalqın əri elə deyil. Nə gidiyan nə? Xalqın əri, bətlə da. Xalqın əri. Çay içirəm evdə deyir, xalqın əri çayı belə içir. Çimirəm deyir, xalqın əri belə çimir. Bir dəqiqə, sən nə bilirsən, az xalqın əri çimir? Ha? Sordum sən, az xalqın əri çimir? Ma bax, qeyrətin pasaj verməsin. Hamı çox yaxşı bilir ki, xalqın əri nətər çimir, nətər çay içir. Sən bilsən xalqın əri nə qarır? Xalqın əri qab yuyur. Evləri silir, polu silir, pəncərəni silir, paltarı ütülüyür, paltarı asır, uşağı çimizdirir, uşağa baxır.
Hər şey eləyir. Evdən işə gəlir, işdən evə gedir. Aylıqda 4560 manat maaş alır. Adam laf ərə getmək istəyir bu xalqın evinə. Özə bir dəqiqə başa düşmədim. Niyə 4600 yox 4560? Çünki 40 manat tibbi sığortaya çıxır. Aa. Buna bax. Hambal Samirə yenə yığıb yığışdıracaq ha bu corablarını. Xalqın əri səliqəlidir. Hə, də bəsdir də. Xalqın əri. Gətirək ondan yaşa. Bezdi mi? Dur. Mən gedirəm çayxanaya dostlarımın yanına. Ən gözəli. Sərf eləməyəndə sən gedirsən çayxanaya da özün ağıldakı dostlarını tapmısan axı. Gedirsən dominodan vur. Çakkaçık. Domino oynuyorsunuz. Hə, xalqın arvadı bilirsən hardadır? Moldadır, rayondadır, kafe shopdadır, Maldivdadır. Arvadı sarvat elədim ya. Az hamama gir, tüstülüyürsən. Samirə, mən getdim. Hə, bezdim hə, bu nədir hə, bezdim hə, bu evdə yaşam yoxdur biz bu evdə də. Nə olub ya? Xalqın əri belə elədi. Xalqın əri elə elədi. Xalqın əri buradan girdi, xalqın əri oradan çıxdı. Bizdə də elədir. İnansan xalqın əri oradan girir, buradan. Ya bizdə deyil, yəni bizdə də onu deyirlər. Bizdə də onu deyirlər. Bak, adam bir istəyir ki, evində xoş söz eşitsin də. Desin ki, sən nə yaxşı ərsən, sən nə yaxşı kişisən, sən nə bacarıqlı kişisən, sən nə gözəl ailə başçısan. Mənim haqqım yoxdur bunları eşitmək. Var! 100%. 100%. Bir dənə denən də sən yaxşı ailə başçısın. Nə olar, dostun Ay, yox, mən sana arvadla nətər deyim onu. Dostun içine, dostun ürəyin biraz xoş olsun. Nə var? Yaxşı, sən yaxşı ailə başçısın. Ayda. Bir dənə denən ki, sən yaxşı ərsin. O nətər deyim, onu deyənmərəm. Hayır bildi dostluğa biz bir dənə yaxşı ərsən deyə bilmirsən. Biraz ballandır da, Samballinski. Sən yaxşı ərsən. Sən gözəl ailə başçısın. Sən qadan alım. Sən əla ərsən. Sən mükəmməl ərsən. Üzr istəyirəm. Yoldaşınız çay Nə yoldaş, Ay, nə yoldaşı? Sən də lan peri barışıq eləmişsən. Biabır elədin məni. Heç nə istəmirik. Xam, sən başa düşdün, sən başa düşdün. Hapsiyatın yanında mən biabır elədin. Nə qədim, hamısı xalqın əri eləyir. Bir evdə nə qədər xalqın əri olar? Yığılmışam boğaza məndə xalqın ərindən. Adam istəyir lap getsin bu xalqın ərini tapsın, öldürsün. Ay, yox, xalqın ərini öldürsək, xalqın balası yetim qalar. Amma sən nə eləmək olar? Nə eləmək olar? Bu xalqın ərini tapıb 3-dən 5-dən hörmət eləyək. Bizi yanına hazırlığa götür. Əla. Belə öyrətsin də nətər olur xalqın əri. Amma nə olar sən mənlə gəl də. Mən hazırlığa tək gedəndə oxumuram. Nətər tapaq onu? Necə tapaq ha? Dedim, nətər tapaq bilmirəm. O necə tapaq? Tapam deyəcək. Ofisant var burada ki, burada çox adam gəlib gedir də. Xanım! Bəli, buyurun. Salam əleykum. Xanım, siz bilmirsiniz xalqın əri harda yaşayır? Siz lap ağ elədiniz ha. Bayaqdan bir-birinizə deyirsiniz ki, sən yaxşı ərsən, indi də xalqın ərini axtarırsınız. Xalqın ərini axtarırsınız ki, ailə dağdasınız. Ay, yox. Ay xanım, biz istəyirik xalqın ərindən görüşək. Elə demə də, başa düşün, görsən hər şey sən başa düşün bu. Ay xanım, o da öyle söhbət. Biz, bu da situasiyada mən düşdüm. Bilmirəm. Niyə el laf saltan mən özüm müdafiə edirəm indi? Bilmirəm.
Allah haqqımız çiçi. Ay xanım, Bəli. sən mükəmməl ər olmaq istəyirik. Bildin? hə. Deyirlər xalqın əri var. O nəsə zor ərdir. Biz də siri öyrənək də ondan, evdə arvadla dava qırğın, bir düzələk də biz də bir... Dəqiq bilmirəm harda yaşayır, amma eşitdiyimə görə şəhərin ən yaxşı yerlərində yaşayır. Xalqın ərinə bax. Bir dənə onu da bilirəm ki, repetitordur. Yanına hazırlığa ər götürür. Allah! Xalqın əri xalqlarda orada qalır. Amma eşitməmisiz ha məndən. Onsuz da eşitmədik ki səndən. Görəm bunu işə götürəndə yoxluyu veriblər. Vaz ya. Sən Google-a yaz. Google-a yaz xalqın əri, bəlkə orada nömrəsi zad olar. Yaxşı, yazıram. Xalqın əri yazdım. Bu nədən? Multik xalq çıxdı. Futbolçu xalq çıxdı. Bir də Gürcüstanda şəhər çıxdı. Xalqın eri. O nə şəhərdə? O deyən Instagram da çıxdı burada. Xalqın eri altdan xət official. Gör nömrə zad var. Var, yazıb əməkdaşlıq və reklam üçün buraya yazın, nömrə var. Xalqın əri reklam da götürür ya. Neyim, yığım buna? Yığ. Yığ görək. Yığım qoyuram səyəsən. Ha. Mikrofonu var. Salam! Siz xalqın ərinə zəng etmisiniz. Əgər siz qızsınızsa sizə ayıb olsun. Ailə tərbiyəsi görməmisiniz. Gedin özünüzə halal ər tapın. Gedin özünüzə halal ər tapın. Xalqın ailəsini dağıtmayın. Adboy verin. Yox, əgər kişisizsə, xəttə gözləyin. Axır bizə kimsə kişi dedi. Hə, sağ olsun. Bu nə, gözləmək üçün müzik. Siz növbədə 1005-cisiniz. Ha, 1005 nədir? Ha, ben neyniyək biraz qabağa düş. Əgər növbədə qabağa düşmək istəyirsinizsə, sizə SMS vasitəsilə kart nömrəsi göndərmişik. Ora 20 manat cüpuldadır. Cüpuldat, mən verəcəm cüpuldat. Xalqın əri hər şeydən pul Ha, qazanır. sən xalqın əri deyirlər, oturduğu yerdə pul qazanır, inanmır. Göndərdim. Əla, karta pul gəldi. Təbrik edirik, siz növbədən 1000-cisiniz. 5 dənə düşdü qabağa. Alo, buyurun, xalqın əri sizi eşidir. Bəs biz 1000-ci idik axı, necə oldu? Xalqın əri 1000 nəfərə birdən cavab verir. Qəbuluma gəlmək istəyirsinizsə, sizə WhatsAppda konum atmışam. Gəlin ora. Tut. Bu elə bir ad boyu ağzı ilə verir, o. Tut, ha. Nəsə vaxt Konumat itirmir. gedək. Gedək Sən görək bu xalqın ərini gedək itir təfsat adam da. arvad sonra deyinəcək. Gəl, bugün bu xalqın ərini həll eləmək lazım. Gəl, deyəsən xalqın evi buradır. Xalqın evinə bax, ya. Bu xalqın evində niyə bizim kreslodan var? Çayxanadakı stoldan da var. Deyəsən endirmə düşüb hər yerdə bundan alıblar. Növbə götürdük, amma heç kim yoxdur axı. Bizdə birinciyik növbədə. Salam. Gəlin əyləşin. Mən növbə götürməmişəm. Amma axırıncıyam. Hə, Hə. Deyirəm axırıncıyam, növbə götürməmişəm. yaxşı eləmsən Gəlin də. əyləşin. Siz də xalqın ərinin yanına gəlmisiniz? Mən? Sizdə də birinci dəfədir. Yox, məndə ikinci ildir. Xalqın ərinə qədəri bitirdim. Gələn inşallah 3-cü sinifə gedəcəm. Zərbəçi idim mən məktəbdə. Sən oxuyub bu, təhsilini alıb. Hə, Allah. Qardaş, bir şey soruşub. Sən bu onda da xalqın xalqın ərinə qədərə kursa yetmisənsə, sən bilərsən də bu xalqın əri necə görsənir? Birinci adı nətər onun? Gəlin əyləşin də, axırıncı mənə növbə götürməmişəm. Bildik də. Platası yanıb elə bil, eyni şey tək. Açığı mən bu xalqın ərinə qədər də burada, orada mənə uçeliklər dərs deyirdi. Ona görə də yalan nə deyim, mən bu xalqın ərinin sifətinin adını görməmişəm. Amma deyirlər ki, xalqın ərinin boyu çınar ağacı kimi belə hündürdür. Onlar da Hündürdür, belə. Sonra bir dənə enli kürəyi var. O qədər yekədir ki, o qədər evə sığışmır. Evi onun üstündə tikiblər, belə. Hə.
Stol kimi bu otaqdan o otağa salırlar. Birinci ayağını salırlar, sonra da başını salırlar. Oy, nə boyda. Figurasındakı 90-60-90. Sən dəqiq xalqın ərindən danışsan, Yox, xalqın sevgilisindən danışıram. Bağışını səhv dedim. sən xalqın sevgisinə niyə baxırsan? Nə bilim. Siz suallar zətlər hazırlanmışsınız xalqın ərindən. Mən anam deyib ki, heç kimə demə, prosta yenə də soruşuram da. Nə sualı? Mən hazırlamışam. Nə sual? Hazır, de görüm. Bu deyə oxuyum deyə burada Oxu. yazmışam. Bunda biraz çatmır ha, deyim biləsən. Bu xalqın Gəlin oturun da, növbə götürməmişəm, axırıncı mənəm. Hə, oturduq elə bir, hə. Deməli, böyüzünüzü yazarsınızmı? At su içdiyi yerdən siz su içə bilərsinizmi? Ananızı sevirsinizmi? Sevgiliniz varsa baş hərfini yaza bilərsinizmi? Qaqa, sən xatirə dəftər tutmusan, Axırındakı Bu yazdım. başqa söhbətdir bu. Bunları Olmazsa verəsən. axırını deyim mən. Ha, lazım deyil axırı, bu nədir? Xalqın ərinə bu suallar verəsən sən. Ha, Ha, yaxşı deyən görüm. gəlir. Xalqın əri gəlir. Xalqın əri gəlir. Dındırın, dırıdırıdı dındırın. Xalqın əri. Bu elə hər şey ağzı ilə eləyirmiş, Hə, bu nətər xalqın əridə? Bu inkişafdan qalıb, Bu xalqın əri də öyle, bu 6 ayın gəlinidir. Buna. Alçaqlar mənə alladıblar. Mənə deyirlər Çınar boydadır bu. Bu şitirdir, bu yarımçıq əkilib bu. Xalqın arvadı bunu buduyub. Çox vaxtım yoxdur, ona görə tez bazar suallarınızı verin, cavablandırım, hop, gedim. Deməli, mən arvadım yuxudan durana kimi tez bazar ona zaftirik hazırlamalıyam, tuşu başaqdan ona gül almalıyam, sonra gəlib paltarları ütüləməliyəm, ütülədiyim paltarları qatif şifanevə yığmalıyam, sonra ona yemək verməliyəm, sonra ona sürpriz elədiyim biletlə Maldivə istirahətə yola salmalıyam. Tez suallarınızı verin, vaxtım yoxdur mən. Dındırım əllim, üzr istəyirəm. Xalqın əri müəllim. Bu xalqın ərini cəmiyyətdəki istisna nöqtəsi adı ilə desertasiya yazmalıyam. Mənə köməklik eləyə bilərsiniz? Bu desertasiyanın adı mənim boyumdan uzun olduğuna görə gəl onu soruya saxlayaq. Sən get, mən səninlə əlaqə saxlayacağam, yaxşımı? Üzr istəyirəm, axırıncı mənəm növbədə götürməmişəm. Onda deyirəm, görürsən, nətər bu adamı belə, görürsən, şey deyir, yola verir, adamın ruhu da incimir. Növbə götürsəydim, növbə götürsədim, belə olmazdı. Mən getdim, sizə uğurlar. Get at su içən yerdən su iç. Get. Sağ olun. Xalqın əri müəllim. Buyur. Düz müraciət edirəm. Düzdür, hə, deməlim də. Bizim belə bir məsələmiz var. Halaca. Hə, biz xalqın əri olmaq istəyirik. Başa düşmürəm. Ha, yox, o mənada yox. O mənada yox. Yox, biz də yəni mükəmməl Sizin kimi xalqın əri. Ya biz necə başlaya bilərik dərs? Bu birdən-birə olası şey deyil. Amma bir-iki priyon var, mən onları sizlə yoxlamaq istəyirəm. Aha. İndi bir səs qoyacam, ona qulaq asmalısınız. Vaxt. Mən nəticəni sizə deyəcəm. Görüm siz nə vəziyyətdəsiniz, bir yoxlayım da. Söz, hazırıq. Hazırıq. Sən məni bütün təngə gətirmisən, başa düşürsən? Mən sənin əlinə bezmişəm. Bax, sən nə vaxt gəlirsən evə, qaçırsan çayxanaya. İşə gedirsən bütün günü. Bir dənə bazar günün var, onda mı kimi yatırsan? Bəsdir! Gördünüz? Mən bunun vətənindən gəlmişəm, Yaxşıdır. İlk dərsə görə yaxşıdır. Dözdünüz. Deməli, nəyi başa düşdük? Oğul bala, nəyi başa düşdük? Deməli, cavab qayıtmayanda özləri avtomatik susurlar. Birinci yol budur. Bəli, dirəşmək lazımdır. İkinci, bu hələ harasıdır? Gəl görün bu. Ala bunu, ikiniz də. Ala bunu keçid. Sən də bunu. Tabuları vermirəm. Təsəvvür elə ki, sən dişə qaçma. Təsəvvür elə belində uşaq ağlayır. Televizorda serialın gedir, ona baxırsan. Bunu silirsən, telefon da buradadır, danışırsan. İndi ikiniz də eyni şey. Alo, Şubat. Arvad. Sən mən. Bu nədir ya? Sonra ağacımı yerə atma. Eləyənmədiniz. Başqa daha belə açıq, aydın izahlanır. Hə. Bu nədir? Ata, tüm dərslərimi bitirdim. Otağımı yığışdırdım. Yerimi yığdım, universitetə girdim. Bu deyəsən xalqın uşağıdır. Ha? Halal olsun oğlum. Get sabahdan işə başla. Yaxşı? İş tap işdə. Xalqın uşağına bax, ya. Cəmaət universitetə girir,
Mənim oğlumla mənim cibimə girir. Ha? Ay mənim qabağımı kəsin. Ha, bu kimdən qorxu? Mənim Xalqın qabağımı evin kəsin. qorxduğu kim? Mənim qabağımı kəsin. Xalqın arvadı. Ay keç bura. Sən arvadın da. Gel gel hə. Bax, mən səhər tezdən yuxudan oyanmışam. Mənim yeməyim hardadır? Niyə mənim yatağıma o yemək gəlməyib? Hə? Cavab ver mənə. Niyə gəlməyib? Hə? Camaatın əri. Camaatın əri. Camaatın əri. Camaatın əri. Camaatın əri nədir? Deyim nədir? Bax, mən yuxuda yuxumu qarışdırmışam. Mən yuxuda başqa şeylər görmüşəm. Camaatın əri bilsən niyə gəl? Gələn onun yuxusunu dəyişər. Mən qələt eləmişəm. Mən səhvəm, sən düzsən, həmişə sən düzsən, mənim pişiyim, mənim qəşəyim. Sən nə desən düzsən, mən qələt eləyimə baxıram kimi. Eşitsən, mamam nə deyib, hamısının yadından çıxart, elə bil bana deyib. Mamam mənə öyrədib, hamısının qapının ağzında qoyuram. Sən gözəlsən, get, sən yeməyini hazırlayacağım indi, yaxşı mı? Get. Hə, professional başqa şeydir də. Elə bil ki, bacısın ya. Sən nətər bunu risk eləyə bildin? Möcüzədir bu. Xalqın əri qardaş, bizlə də bölüş də Bu bunu. təcrübədir. Bilirsiniz, mən xalqın əri olmaq üçün saç ağartmışam. Birdən belə olmayıb. Mən sizə görə xalqın əriyəm, siz də bəlkə kiməsə görə xalqın ərisiniz. Bir vaxt dedi, cəmaatın əri. Bilirsiniz kimdir o? Kimdir? Bacanağım. Zulümlə xalqın əri olmuşdum. Əclaf gəldi, baldızım aldı, qırdı belimi. Bir dənə jestlər eləyir. Bir dənə jestlər eləyir. Mən oldum yalan. Heç. O başqa levildədir. Eşidirsiniz? Biz dərsimizi sonra da davam eləyə bilərik. Mənim özümün hazırlığım var. Cəmaatın ərin yanına getməliyəm. Bacanağımın. Gəlin düşün qabağıma. Sən hər ehtimalı onun nömrəsini verə bilərsən. Düş qabağıma sən hələ məndən öyrən sonra. Mənim özümün öyrənməli şeyim çoxdur. Bizdən zəng eləyəm. Çıx bara. Çıx bara. İllər ötsə də yaşlansan da həyata sıfırdan başlasan. Əziz tamaşaçılar, konsertimiz artıq sona gəldi, yaxınlaşdı. Təşəkkür edirik sizə. Bu alqışlar da bir özünüz üçün. Bugün əlimizdən gələni elədik ki, sizin üzünüzdə təbəssüm yaradaq. Komanda adından sizin hər birinizə təşəkkür edirik. Bugün də mənim başqa təşəkkürlərim də var. Bu günləri bizə bu şəraiti yaradan Şuşa Dram Teatrına təşəkkürümüzü bildiririk. Eyni zamanda Prestij Dental Klinikasına da öz təşəkkürümüzü bildiririk. Elor Çılçırağa isə öz təşəkkürümüzü bildiririk, əziz dostlar. Əziz dostlar, indi sizin alqışlarınızla hamını səhnəyə dəvət edirik. Əziz dostlar, gecəniz xeyrə qalsın. Təşəkkür edirik bizi izlədiyiniz üçün. Sən zarafat elə, illər ötsə də yaşlansan da, çalış ruhun cavan olsun. Həyata sıfırdan başlasan da, qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə, arada zarafat elə, kədərini mat elə, sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə.